Qurbandır, nə istəyirsiniz yaza bilərsiniz. Mənələr qəşəng yaşayır. Oğlanlar dostluq elə bilmirsən, podxot eləyirlər. Sevgilim yoxdur olanda isə deməli yol açıq. Ramina, çoxdan da görünmürsən, səsin gəlmir. Salamlar, salamlar. Həmin yerdə. Hər şey yaxşıdır, çox sağ olun. Biraz elə bir sakitliyə çəkilmirsən, yoxsa? Yox, sadəcə işlərim var, biraz belə deyim də, daha çox özünə vaxt ayrılıram. Aha. Azərbaycanda çox sayılıb seçilən bir modelsən. Eyni zamanda ölkə kənarında da sayılıb seçilən bir modelsən. Model dünyasında vəziyyət necədir? Məsələn, çoxlu son vaxtlar modellər də çıxır. Bax, bunlarla bağlı fikirlərimi istəyərəm bölüşəsən. Dünyada vəziyyət yaxşıdır. Yəni orada həmişə yerindədir, səviyyə öz yerindədir. Heç nə deyə bilmərəm. Təzə tanınmış modelləri də izləyirəm, çox səvəsi və qəşəng proyektlər buraxırlar. Azərbaycanda belə deyim də, biraz zəifdir, təbii ki, zəifdir. Mən istəyərdim təbii ki, daha yaxşı olsun. Əvvəlcə karantindan qabaq maraqlı proyektlər daha çox idi. Son zamanda, son illərdə nə möhtəşəm konkurs keçirirlər, nə möhtəşəm çəkilişlər var. Hər şey daha sadə və standart olub. Çox zədələşib və açığı professional şeylər daha az görürəm. Bu biraz təəssüf. Bax, bu günlərim bir model olaraq kənardan izləyirsən efirlərimizi, məsələn, xanımların geyimlərin, məşhurlarımızın geyimlərin, onların tərzlərin. Bax, necədir, ən çox nədir, onların nə xoşuna gəlmir, nə qıcıqlandırır səni? Məsələn, nə məsləhət verərdin onlara? Bizimkilər yoxsa elə bizimkilər? Bizimkilər belə deyim də, yəni bizim modellər çox standart geyinir mənim fikrimcə. Mən istəyərdim ki, hamı öz şarmı tapsın, öz stili tapsın, hamını bir-biri ilə fərqlənsin. Bizdə çoxsu bir-birinə oxşuyurlar. Öz stili yoxdur, fərqlənmirlər. Məsələn üçün, xaricdə baxanda Adriana Lima var, məsəl üçün Irina Shayk var. Tam fərqlidir. Hamının öz adını da qazanıblar. Naomi Campbell və s. Amma ki, Azərbaycanda həqiqətən həm belə deyim, gözəlliklə bir-birinə oxşuyurlar, həm geyimlə, həm hərəkətliklə. Mən istəyirəm ki, biraz dəyişiklik olsun. Məncə bu daha maraqlıdır ki, hər insanın öz izuminka, öz şarm olmalıdır. Bildiyim qədər sənin paxılların da çoxdur, həsəd aparanlar da çoxdur. Məsələn, sosial şəbəkələrdə yəqin özün də bunu hiss eləyirsən. Məsələn, nə yaşanır sosial şəbəkələrdə bugün? Ən çox səni nə, məsələn, narahat eləyir? İnanırsınız, mən 18 yaşından show biznes sferədəyəm. 10 il keçib. Yəni model də olmuşam, bloger də olmuşam, influencer də olmuşam. Məni açığı heç nə incimir. Yəni ki, əvvəlcə də kommentlərdə pis sözlərə reaksiya verirdim. İndi mən başa düşürəm ki, bu olmalı bir şeydir, standart bir şeydir və belə bir dünyada, tək Azərbaycanda yox, dünyada bir məşğul bir insan yoxdur. Hansı haterlar olmasın, sevməyən insanlar olmasın. Kim bəyənmir, kim pis sözlər yazır, pis reylər yazır. Onların şəxsi fikirdir. Mən bunu normal qarşılayıram. Cavab verirsən, reaksiya necə olur? Yox, mən nə cavab verirəm. Əvvəlcə bloka atırdım illər əvvəl. İndi bloka da atmıram. Çox sakit, boş-boşuna mənim stres niyə getsin, vaxtım niyə getsin. Yəni ki, mənim ətrafımda blogerlər var, qızlar, oğlanlar da bloka dağıtırlar, reylərə cavab verirlər. Mənası görmürəm. O reylərə, pis reylərə cavab yazarım ki, hansı oradan maraqlı bir söhbət açıla bilərəm. Nəsə müzakirə apara bilərəm. Bu günə qədər sənin haqqında yazılan hansı rəylər səni daha çox özündən çıxarıb, daha çox depressiyaya salıb? Demək olar heç. Əvvəl olurdu. Hal-hazırda qurbandır, nə istəyirsiniz yaza bilərsiniz. Heç bir reaksiya olmayacaq. Heç bir yəqin ki, mənim səbrim çoxdur. Yadır ki, deyirəm da stajım çoxdur. Amma əvvəl yazırdın. Əvvəl, mən deyirəm əvvəl. Karantindan sonra çox sakit, niyə? Bu boş şeydir. Mən başa düşürəm ki, mən o insana sübut eləməyəcəm bu belədir. O nətər mən deyəcəm ki, yox, o deyir ki, qatıq qaradır. Mən nətər onu sübut eləyim, yox sən sevdirsin. Deyir də belə. Dünya modelləri ilə müqayisə edəndə bizim yerli modellərimiz məsələn, fərq nədədir daha çox yaşam tərzində?
Məsələn, onlar daha çox qlamur həyat yaşayırlar, onlar daha çox bahalı həyat yaşayırlar. Yaşayacaqlar da orada kontrakt var, qəşəng ödənişlər var. Təbii ki, dünyada tanınmış modellər tanınmış brendlə işləyirlər, pokaza çıxırlar. Dolce Gabbana, Dior, Victoria's Secret təbii ki, orada kontraktla onlar o qədər pul qazanırlar. Təəssüf ki, bizim modellər heç kim bunu qazanmır. Bizim modellər qəşəng pul qazana bilər, deyirlər, nə bilim 5000 qazanıram, 7000 qazanıram, amma tanınmış məşhur modellə tutaq ki, həmin Irina Shayk qoysa, onları qanarar. Azərbaycanda belə bir model yoxdur. Türkiyədə bəlkə var. Türkiyədə səviyyə başqa yerdədir. Türkiyədə aktyorlar da, modellər də qəşəng qonarar var. Azərbaycanda belə bir şey yoxdur. Mən görməmişəm. Görməmişəm, həqiqətən yoxdur. Yəni ki, tək mən görməmişəm, amma ki var, kimsə qazanır, yoxdur. Bizim təəssüf ki, biraz aşağıdadır. Belə baxsaq, tək model sferada yox, kino sferaya baxaq. Tutaq ki, götürək Məryəm Üzerli, tanınmış möhtəşəm izlər. Hamı baxdı. Dünyada tanınmış bir proyektdir və o orada qazanan aktrisa kimi milyonlar qazanıb. Bu yəqin ki, heç kimə sir deyil. Amma ki, Azərbaycanda belə bir proyekt yoxdur. Hansı bir model aktrisa Məryəm Üzeri kimi gəlsin, tanınmış olsun və yaxşı da pul qazansın. İnşallah olar. Hal-hazırda Azərbaycanda elə kino yoxdur. Mən də istəyərdim olsun. Niyə? Bizim də tarix möhtəşəmdir. Bizim də haqqında qəşəng bir kino çəkmək olar. Nisbətən yaxşı yaşayanlar müğənnilərdir. Müğənnilər, hə. Müğənnilər qəşəng yaşayır. Aktorla və modellə nisbətən super. Onların qanarı qəşəngdir. Gündə də 2-3 dənə toy tutdunsa, vəsə. Amma təkcə toydan yox, bir hərəsin baxırsan ki, sponsoru var, həcisi var. O heç də var da var. O ayrı bir. Yəni həci şotuna qabağa gedən müğənnilər də var. Belə də var. Var. Bu hər şey var. Model də bəlkə var. Modeldə o qədər də yox, amma ki müğənnilər daha üstü verirlər. Çünki bizdə müğənnilər daha tanınmış olurlar modellə nisbətən. Və sən tanınmış olanda təbii ki sənin siz deyən kimi belə varlı kişilər, hacılar maraqlanırlar da səndən ki. Nə qədər tanınmışsan, o qədər maraqlanarlar, o da var. Daha çox da sponsorluq eləyirlər. Конечно, sözsüz. Müğənnilərlə necədir münasibətin ümumiyyətlə? Açığı deyim, müğənnilər mənim yaxınım ətrafında yoxdur. Tanıyıram, qulaq asıram mahnıları, amma ki, nə dostluq, nə də ki, münasibət yoxdur. Bəzi kişilərdən daha tanışam, amma ki, yenə də hörmətlə və salam sağ ol. Məsəl üçün, o qədər yaxın dost münasibət yoxdur aramızda. Dünyada var ki, məsələn, bədənin müəyyən hissəsini sığorta elətdirmək və bunun müqabilində küllü miqdarda, yəni ki, sığorta etdirmək, istər J-Lo olsun, istər digər məşhurlar olsun. Azərbaycanda da bir ara sənət adamları bunu gündəmə gətirdilər ki, məsələn, filan vücudumda nəyi sığorta elətdirərdim. Məsələn, bunun müqabilində. Bəs sən özün buna münasibətin necədir? Kim eləyir, yaxşı eləyir. Mən buna pis baxmıram. Onların şəxsi işidir. Məndə belə bir şey yoxdur. Məsələn, səndə olsa nəyi elətdirərdin? Sığorta və neçəyə? Yəqin ki, üzümü. Neçəyə qiymət? Qiymət. Əgər mən J-Lo kimi varlı olsaydım, o qədər qazanardı, olsun da o bir yeri sığorta eləyə bilər. Mən də özümü istəyərdim, o da olsun eyni qiymət. J-Lo nətər eləyir? 1 milyon elə məndə. Niyə də yox? Üzvü elətdirərdin. Niyə məhz üzvü? Çünki Azərbaycanda mən bilirəm, mən üzünə görə tanınmış olmuşam. Mənim özüm başqaları ilə bəli seçilir. Mən yəni ki, saçının açıq rəngdədir, rəngli həmişə olub. Ya narıncı, ya rozu. Sifət də incə sifətidir. Tam mən metisam, tam Azərbaycanlı deyilir. İstər dərin də açıq rəngdədir, istər-istəməz seçilir. Ona görə mən demirəm ən gözəl mənəm. Başqa gözəl qızlar da var. Hamı da fərqlənir. Amma ki, mən onlarla nisbətən fərqlənirəm. Çünki Azərbaycanda daha çox brünetkalar olur. Biraz dərin, qaradır, smuqludur. Mən biraz Slavyan da məndə var, qanda. Ona görə fərqlənirəm. Ona görə bu xoşum gəlir mənə də özümə və mənim izləyicilərə, sevənlərə də bu xoşum gəlir. Gözəl xanım olmaq həm də problemlərin üst-üstə gəlməyi deməkdir. Bax, sən hansı problemləri yaşayırsan? Oy, çoxdur. Əslində deyirlər ki, gözəlsən, deməli, bəxtin yaxşıdır. Mən deməzdim bunu. Yəni ki, gözəllik həqiqətən problem yaradır. Məsəl üçün, bilmirsən kim səninlə açıq danışır, kim səni istifadə eləmək istəyir. Çox paxıllıq var. Qızlardan dostluq elə bilmirsən, paxıllıq eləyirlər. Oğlanlar dostluq elə bilmirsən, podxot eləyirlər. Qalırsan ortada. Podxot edənlər çox olur.
Yəni bilirsiniz nədir? Mən çalışıram hamından nə deyim də, əgər oğlandırsa, həqiqətən istər-istəməz istəyirsən, danışırsan, insan kimi hörmət qoyursan insana, bəlkə yaxşı bir insandır özün üçün, hörmət edirsən, hamı da yox, hamı da demirəm elə də, amma ki çoxsu sonra başlayırlar ki, istər-istəməz gözəl xanımdır, hisslərim oyanır, deyir ki, xoşum gəlirsən falan falan falan. Bu ucu problem yaradır. Çünki o insan məndə o insana qarşı hissləri yoxdur. Ona görə insanı incitmək də istəyirsən, qalırsan ortada. Ya da ki, hansı bir iş yerə gedirsən, düzəlirsən, fərqi yoxdur, çəkiliş olsun, hansı bir proyekt olsun. Orada kişilər var da, yəni ki, ya prodüser, ya personal işçilər, demirəm də, işçilər, rejissor ola bilər, prodüser ola bilər, başqa aktyorlar ola bilər. Mən şəxsən gedirəm orada iş görməyə. Amma ki onlar görən kimi başlayırlar, ay tanış, ay sevgilim yoxdur, ay sevgilim yoxdur olanda deməli yol açıqdır, amma belə deyil axı. Yəni elə deyil. Ona görə çox diqqət olanda bu səni bəzdirir, incidir. Çünki hamıda belə deyim, hamıda panyatka yoxdur. Məsələn, çünki məsəl deyirsən, yox, mən sənə danışmaq istəmirəm, çox qutarda gedir, sağ ol. Amma ki bəzilər başlayırlar dirəşməyə, başlayırlar dalınca, yazır, axtarır, nəsə eləyir, ona görə deyirsən. Bax, bugünkü oğlanlar, müasir insan, kişilər, əks cinsi nümayəndələri səni qane edirmi? Məsələn, onların hansı xüsusiyyətlərini görəndə təəssüf hissi keçirdirsən? Bəzən deyirlər, əvvəlki sevgilər indi yoxdur, əvvəlki... Razıyam. Tam razıyam. Burada da belə deyim, kişilərdə də o qədər də günah görmürəm. Çünki xanımlar da, qızlar da çox dəyişirlər. Əvvəl, особенно Azərbaycanda nəyə görə bizim kişilər hamı jest edirlər xanımlara, hamı xanımlara onlarını hə eşitmək üçün hərəkətlər ediblər. Çünki bizim xanımlar biraz nazlı olublar. Nazlı, mazlı, nə bilim. Timbolə əgər xanım gəzərdirsə, onun nazlı da çox olmalıdır. Əvvəlcə belə olub. İndi amma mən fikir vermişəm ki, çox asanlaşdı. İndi xanımlar da o qədər də demirəm, özü dartmırlar, sadəcə rahat tanış olurlar. Yəni ki, problem yoxdur. Yəni ki, oğlanla tanış oğlan yaxınlaşdı, gördü ki, oğlanın simpatичныйdır, ya da ki, pulu var, tanış olurlar. Yəni ki, rahatdır, rahatdır. Oğlanlar da indi fikir vermişəm ki, minus nədir? Fikir verirlər ki, qızda nə var? Əvvəlcə belə yoxdur. Əvvəlcə çoxsu kişilər qızı bəyəniblərsə, sevirlərsə, evləniblər. İndi otururlar, fikirləşirlər ki, qız harda işləyir? Qız maşın var, qızın atası harda işləyir? Var belə şeylər. Alfons deyirlər də, yəni bunu. Alfons demirəm, Alfons deyə bilmərəm. Alfons kimdir ki, xanım puluna yaşayır. Bu məsəl üçün bir oğlanlar, kişilər indi evləyəndə əvvəlcə kişilər baxmadılar. Yəni ki, 10 il olsun əvvəl, 15 il. Xanımı bəyəndi, maraqlandı, xanım yaxşı bir xanımdır, tərbiyəlidir, oxuyub, ətrafı. Ona görə xanımı alıblar. İndi yox. İndi flört üçün daha çox. İndi fikirləşirlər ki, mən o xanımı alsam, o xanım harada işləyir? Hara evi var? Bacısı, qardaşı varmı? Ev ona qalacaq ya yox? Atası harada işləyir? Orada indi evləyəndə belə baxırlar. Əvvəlcə də o qədər də baxmırlar. Əvvəlcə varlı bir kişi, ya da ki, xarizmatik bir kişi bir xanımla evlənənlərdə baxmır ki, xanımın da heç nə olmasa da sıfır. Deyir ki, mən onu sevirəm, o yaxşı bir qızdır, mən onunla evlənəcəm. İndi təəssüf ki, belə deyil. Var belə oğlan, yenə də qalıb. Amma ki, çoxsu öz vıqadında fikirləşirlər ki, mən onunla evlənsəm, bəs mənə nə? Belə amma qızlarımız da daha çox düşünür ki, pullu oğlan olsun. Конечно, bunu kim istəməz? Hansı bir qız istəməz? Yəni ki, bu normal bir şeydir. Hansı deyirlər ki, yox, mən istəmirəm. Ola bilər, orada hansı qazanır oğlan, onunla danışar, kasıbla danışar. O təbii məsələdir. Sevə də bilər. Amma ki, hər bir qız və hər bir qızın atası, anası istəyər onun əri, nişanlısı, sevgisi varlı olsun. Ya da yox. Burada belə bir şey görmürəm. Sənə görə pullu bəy yoxsa ağıllı? Yaxşı sual. Çox yaxşı sualdır. Həm pulu, həm ağıllı olsa daha yaxşıdır. Çünki əgər o pulu var, məsəl üçün atadan qalıb, anadan qalıb, qohumlardan qalıbsa, amma ki ağıllı yoxdur, o pul çox tez itirər. Amma ağlı varsa, pul ağlı varsa qazanar, daha da çox eləyər. Daha da çox eləyər. Ramina, nədir arzuların? Bax, hədəfin nədir? Bax, model sahəsində nə etmək istəyirsən? Oy.
Mən istəyərdim ki, açığı da, indi influencer blogerlər də bu sferə daha çox geniş olduğu üçün modellə nisbətən mən istəyərdim ki, bizə daha bir maraqlı akademiya olsun, modellər üçün, məktəblər olsun. Yəni ki, kim model olmaq istəyir, fərqi yoxdur. Xanımlar, kişilər, oğlanlar, onlarını düzgün öyrəniblər. Nətər səhnə çıxmaq lazımdır, nətər gəzmək lazımdır. Var bizdə, amma ki, çox azdır və çox yüksək səviyyədə deyil. Mən istəyərdim ki, bizdə bunu üstlük versinlər. Bilmirəm, pul buraxsınlar, bilmirəm, professional adam yığsınlar ki, kim bu təzə kadrlar düzgün öyrənsin. Bizdə var, amma ki, kim professionaldır, amma ki, həqiqətən çox azdır, təəssüf ki. Və təzə kadrlar, bilirsiniz nətər, yarışmaya çıxırlar, nəsə Miss oldu, fərqi yoxdur Missdə, Miss olsun, Miss Azərbaycan olsun, Miss başqa bir gözəlcə, özünü model hesablanır. Bu elə deyil. Model odur ki, kim öz işini yaxşı bilir. Sən hansı bir gözəllik yarışmada birinci yer tutmusansa, o demək deyil ki, sən professional modelsən, nə Azərbaycanda, nə tim bolya dünyada. Mən də gözəllik yarışmada olmuşam, iştirak eləmişəm. Mən birinci yerlərdə qazanmışam, başqa yerlərdə qazanmışam. Amma o vaxtdan mən çox cavan idim və təbii ki, mən də getmişəm kurslara, müəllim yanına, mənə öyrənsinlər, nə etmək lazımdır, nətər poza vermək lazımdır, nətər səhnəyə çıxmaq lazımdır. Amma indi mən birinci oldum, mən ikinci oldum, deməli məndən yoxdur. Yox, надо работать nad собой, özün üstündə işləmək lazımdır. Yaxın gələcəkdə demək olar ki, bax bu yaxın ərəfələrdə nəsə bir planın varmı? Model sferədə? Yox, model sferədə mən biraz uzaqlaşmışam açığı. Daha indi çox blogger, influencer kimi özü təqdim edirəm. Instagramda da, TikTokda da. Nəyə görə açığı da deyərəm ki, çünki orada daha çox pul var. Orada daha çox qazanc var və sənin əgər TikTokda, Instagramda izləyicilərin çoxdursa, qəşəng bir pul oradan reklamdan qazana bilərsən. Nə qədər izləyici? Yarım milyon. Hər ikisində yarım milyon məncə bu az deyil. İkisi də rəsmi səhifələrdir, Mavic-tikdir. Yəni ki, bu Mavic-tik TikTokda da var. Yəni ki, Azərbaycanda mən model tanımıram, məndən başqa kimi TikTokda Mavic-tik var. Blogerdə, mühəllərdə var. Amma ki, Instagram çoxsunda var, amma ikisi rəsmidir. Yəni ki, ən çox pulu nəyə xərcləyirsən? Paltar, ətirlər. Məndə evdə böyük bir ətir kolleksiyası var. Hardasa 300 yaxın ətirləri var. Hobbidir. Yığıram. Paltar da alıram. Özünə. Evə və paltar ətir. Belə. Biraz şapagoligam var belə bir problem.